Deməli, bu il keçirilən birinci sınaq imtahanının suallarına baxırıq. Səhv etmirəmsə 21, 25 sual olmalıdır. Başlayaq birinci sualdan. Aşağıdakı şəklə əsasən X və Y hansı quruluş səviyyəsinə müvafiq olaraq aiddir? Deməli, ardıcı olaraq desək, hüceyrə, sonra toxuma, sonra orqan, sonra orqanlar sistemi, sonra orqanizm olmalıdır. Deməli, hüceyrədən sonra toxuma gəldiyinə görə X toxuma, orqandan sonra orqanlar sistemi gəldiyinə görə Y olacaq orqanlar sistemi. Ona görə D variantı olacaq doğru cavabımız. İkinci sualımız. Təsvirə əsasən yanlış fikri müəyyən edin. Deməli, A, B, D və F hərfləri ilə işarələnmiş yarpaqlar sadə yarpaqlardır. A, B, D, F. Bəli, həqiqətən sadə yarpaqlardır. Bu doğrudur. C və Y mürəkkəb yarpaqlardır. Bəli, doğrudur. C ilə işarələnmiş yarpaq quruluşuna şabalı bitkisində rast gəlinər. Bəli. Y ilə işarələnmiş yarpaq quruluşuna noxud bitkisinə rast gəlmək olar. Xeyr, çünki noxudda cüt lələk var idi, orada tək lələk varı göstərilir. Üçüncü sualımız. Şəkildə arıların eyni növdən olan iki bitkinin çiçəklərini tozlandırdığı əks olunmuşdur. Eyni növdən olan iki bitkidirsə, bu tozlanmalar haqqında aşağıdakı ifadələrdən hansı yanlışdır? Yəni, bu əslində öz-özünə tozlamaq olmalıdır, amma baxaq da suallara baxaq, daha doğrusu variantlara baxaq. Bir ilə göstərilən öz-özünə tozlanma prosesidir. Bu doğrudur. Birinci tozlanma daha çox genetik müxtəlifliyə səbəb olur. Bu yanlışdır. Niyə yanlışdır? Çünki eyni çiçək üzərində olduğuna görə genetik müxtəliflik orada artmaz. Ona görə B variantı. 2 ilə göstərilən çarpaz tozlanma prosesidir. Əslində, yəni müxtəlif çiçəklər arasında olduğuna görə çarpaz tozlanma deyə bilərik. Amma yəni belə deyim də, təzə dərslikdə eyni bitki üzərindədirsə, öz-özünə müxtəlif bitki üzərindədirsə çarpaz tozlanmadır. Yəni burada iki bitkinin dediyinə görə çarpaz tozlanma hesab edə bilərik. İkinci tozlanma alma bitkisindən müşahidə oluna bilər. Bəli, müşahidə oluna bilər. Yəni cavab B variantı götürüləcək. Dördüncü sualımız namalın bitki növünün zoğu üzərində 7 buğum arasına və 32 yarpağa rast gəlinmişdir. Bu bitkini müəyyən edin. Deməli, bu tipli suallar üçün ümumiyyətlə birinci olaraq biz bilməliyik ki, yarpaq düzülüşünün növləri hansılardır? Deməli, növbəlidir, qarşı-qarşıyadır və topalı düzülüşdür. Növbəli düzülüşdə bir buğumda bir yarpaq, qarşı-qarşıyada bir buğumda iki yarpaq, topalı düzülüşdə bir buğumda üç yarpaq və daha çox yarpaq ola bilər. Yəni, burada buğum arası sayı verib 7, buğum sayı buğum arasından bir vahid çox olur. Yəni, buğuma qeyd eləyərik. 7 üstə gələk 1 bərabərdir 8. Burada 8 buğum var və 32 yarpaq var. Yəni 8 buğuma 32 yarpaq, 1 buğuma x yarpaq, x bərabərdir 4. Əgər bir buğuma 3 və daha çox yarpaq birləşirsə, deməli topalı düzülüşdür. Topalı düzülüşə də qarğagözü bitkisində rast gəlmək olar. Yasəmənlə gic gəndə qarşı-qarşıyadır, günə baxanda isə növbəli düzülüşdür. Devam edirik. 5-ci sualımızda. Ölçüsü 0,2 mm olan obyekt verilmiş mikroskopda neçə santimetr görünər? Obyektivin böyütmə dərəcəsi 30, okulyarın böyütmə dərəcəsi 50-dir. Deməli, mikroskopun böyütmə dərəcəsini tapmaq üçün ikisinin hasilini tapmaq lazımdır. 50 vurulsun 30 bərabərdir 1500. 1500. Ölçüsü 0-dan, deməli bizdə santimetrdən istəyirsə,
Əvvəlcə 0,2-ni vuraq 1500-ə. 0,2 vur 1500. Deməli, 0,2-ni 1500-ə vuranda eləyəcək, səhv eləmirəmsə, 30 eləyəcək. Bərabərdir 30. Yəni, bunu artıq siz riyaziyyatdan bilməlisiniz. Yəni, sıfırları götürüb, vergülü 2 dənə qabağa gətirə bilərik. 2 vurulsun 15 şəklində yazsaq, bərabərdir 30 eləyəcək. Amma 30 millimetr eləyəcək. Cavabda 30 millimetr yoxdur. 30 millimetri santimetrə çevirsək, bərabər olacaq 3 santimetr. Ona görə D variantı olacaq sualımızın doğru cavabı. 6-cı sualımızla davam edirik. Spermatozoid və yumurta hüceyrəni müqayisə edirik. Zigotun əmələ gəlməsində iştirak edərək yeni orqanizmə başlanğıc verən hüceyrədir. Doğrudur, yəni ortaq xüsusiyyətdir, belə deyək, hər ikisi. Yəni bir C-yə aiddir. Sonra erkək orqanizmin qamətidir. Bu A-ya aiddir. Dişi orqanizmin qamətidir, B-yə aiddir. Deməli, bu qeyd edim üzərində. 1 aid oldu ortaq, 2 aid oldu A-ya, 3 aid oldu B-yə, 4 kiçik ölçülüdür, hərəkətlidir, bu erkəyə aid oldu. 5 balıqlarda, quşlarda adi gözlə görmə mümkündür, bu yumurta hüceyrədir. 6 çıxıntıları, qıcıqları qəbul edir. Çıxıntıları, qıcıqları qəbul edir. Bunu hələ baxaq. 2, 4. Yəni, bu sinir, əslində çıxıntıları, qıcıqları qəbul edir. Sinir hüceyrəsinə aiddir. Ona görə bu heç birisinə aid olmayacaq. 2, 4, 3, 5, 1. 2, 4, 3, 5, 1 A variantı olur. Doğru cavab. Yəni, məsələn, B variantı da oxşardır. Orada C-yə 1, 6 götürüb, bəzən çaşıb altında yazmaq olar. Amma qıcıqları qəbul eləmək sinir hüceyrəsinə məxsus olduğu üçün bunu heç birisinə aid etməməliyik. Davam edirik. 7-ci sualımızla. Yanlış cavabı müəyyən edin. Deməli, A iri vakuola malik ola bilər. Yəni, A bitki hüceyrəsidir. Malik ola bilər, bəli. B bitkidə. Yəni, A hüceyrədir, B toxumadır, C orqandır, D orqanlar sistemidir, yəni kök sistemi deyə bilərik. Y isə orqanizmdir. Y isə orqanizmdir. Deməli, A iri vakuola malik ola bilər, bəli. B bitkidə 6 qrupdur, bəli. 6 qrup toxumu var bitkilərdə. Törədici, əsas, ötürücü, örtük, ifrazat və mexaniki toxuma. C və D bütün çiçəkli bitkilərdə var. C və D kök sistemidirsə, yox, deməli, yarpaqdır və kökdür. Bütün çiçəkli bitkilərdə var, bu yanlışdır. Çünki elə bitkilər var ki, onlarda kök yoxdur. Y orqanizm səviyyəsidir, bəli. Yəni, cavabımız olacaq C variantı. Doğru fikri müəyyən edin. X əsas toxumadır, yəni X ilə özək göstərilib. Nerə düşünürəm, ona görə əsas toxuma ola bilər. Y mexaniki toxumadır, məncə yox. Z törədici toxumadır, xeyr, örtük toxumasıdır. Y özündə ehtiyat qida maddəsi toplar, xeyr, X ehtiyat qida maddəsi toplar. Yəni, A variantı olacaq sualımızın doğru cavabı. Davam edirik 9-cu sualımızla. Şəklə aid doğru fikri müəyyən edin. Deməli, burada X kök üskü deyirəm, əmici teldir. Y əmici teldir. X bölünmə zonasıdır. Z isə kök üsküdür. Z kökün uzunluğuna böyüməsini təmin edir. Xeyr, kök üsküyü sadəcə zədələnməkdən qoruyur. X-in məhv olan hüceyrələri Z-in hüceyrələri tərəfindən bərpa olunur. Xeyr, əksinədir. Y-in hüceyrələrindən nüvə yoxdur. Bu yanlışdır məncə, nüvə var. Z bir-birinə sıx yerləşmiş bir neçə qat əmələ gətirən canlı hüceyrələrdən təşkil olunmuşdur. Bu məncə doğrudur.
Deməli, uzunluğa bölünmə A, B yanlış edir. C, o da yanlışdır. D olacaq doğru cavab. 10-cu sualımız X və Y ilə işarə olunan qazlar müvafiq olaraq hansıdır? Deməli, X ağciyərə gedəndir, Y ağciyərdən eritrositlərə gələndir. Deməli, X olacaq karbon, Y olacaq oksigen qazı. Ona görə də karbon, oksigen C variantı olacaq doğru cavab. 11-ci sualımızda davam edirik. Alma bitkisinin çiçəyinin quruluşu ilə bağlı doğru sxemi müəyyən edin. Deməli, alma bitkisinin çiçəyinin quruluşu ilə bağlı doğru sxemi müəyyən edin. Düşünürəm ki, burada B ilə D olmaz. Niyə olmaz? Çünki orada erkəkcik sayı çoxdur. B ilə D-də erkəkcik sayını 5 dənə göstərib, dişicik 1 göstərib. Qalır A ilə C. Qalır A ilə C. Deməli, saysaq 5 dənə ləçəki olmalıdır. Deməli, 5 dənə ləçək, çoxlu dişicik, yasa yarpağı da 5. A variantı olacaq doğru cavab. Deməli, 2 dənə, 4 dənə, 6, 1, deməli, 2, 4. Deməli, C variantında 4 ləçək göstərilib, 4 də kasa yarpağı göstərilib. Ona görə C variantı olmaz. Cavab A variantı. Sonra, göstərilən proses haqqında hansı fikir yanlışdır? Bu, bakteriyalarda sporlaşma prosesidir. Çoxalmağa xidmət edir, xeyir. Bu, yayılmağa xidmət edir. Çox yüksək temperaturda baş verə bilər, bəli. Aşağı temperaturda baş verə bilər, bəli. Qida çatışmadıqda baş verə bilər, bəli, baş verə bilər. A variantı olacaq doğru cavabımız. 13-cü sualımız uyğunsuzluğu müəyyən edin. Söhbət bitki hüceyrəsindən gedirsə, nəsə bu sual mənə tanış gəlir. Təsadüfən yoxlamamışıq bunu. Başqa testlərdə də var mənim. Bundan əvvəlki sual da tanış gəldi. Elə bil ki, bu 12-ci sual. Bu 13-də. Var idi digər testlərdə. Mənim oxşar suallar var. Tamam, yaxşı. Deməli, bir vakul, bəli, doğrudur. 2 mitoxondri, xeyr. Bu kloroplastdır, ona görə 2 uyğunsuzdur. 3 membran deyil. Ona görə 3 də uyğunsuzdur. 4 nüvə doğrudur. 5 hüceyrə divarı doğrudur. Yəni 3 ilə 4, daha doğrusu 3 ilə 4 yox, 2 ilə 3. C variantı sualımızın cavabıdır. Klasterdə sual işarəsinin yerinə yazıla bilən canlıları öyrənən elm sahəsidir. Deməli, mikroskopikdir, bir hüceyrəlidir, sadə bölünmə yolla 2-yə bölünərək çoxalır. Bu, bakteriya hüceyrəsidir. Onları öyrənən elm bakteriologiya olacaq. 15-ci sualımız. Uyğunsuzluğu müəyyən edin. Deməli, el nədir? Boğum arasıdır. El-zoğun iki qonşu boğum arasında qalan hissəsidir. Bəli. K nədir? Boğumdur. Yarpaq və ya tumurcuq birləşən hissəsi boğumdur. Bəli. X, zoğun uc hissəsində yerləşən təpə tumurcuğu onun uzunluğuna böyüməsini təmin edir. Məncə doğru ola bilər. Z, yarpaqla gövdə arasındakı yarpaq qoltuğunda yerləşən əlavə tumurcuqdur. Xeyr. Yarpaqla gövdə arasında yerləşən yan tumurcuqdur. Buna qoltuq tumurcuğu da deyilir. Deməli, cavab D variantı olacaq. 16. Doğru fikirləri müəyyən edin.
Deməli, şəkildə iki bitki hücrəsi təsvir edilmişdir. İki bitki hücrəsi, deməli, bir əmci teldir, bir deyirəm, A əmci teldir, B spermatozoiddir, C eritrositdir, D bitki hücrəsidir yenə. Bu doğrudur. Təsvir edilmiş bitki hücrələrindən yalnız birinin tərkibində xloroplast ola bilər. Bəli, çünki əmci tel torpağın altında olduğuna görə onda xloroplast yoxdur. Yalnız D-də xloroplast var. Yəqin ki, B variantı olar. Doğru fikirləri müəyyən edin. Hə, A variantı da doğru idi, B variantı da doğrudur. Şəkildəki A və B heyvan hücrələridir. Xeyr, A bitki hücrəsidir. C heyvan hücrəsi olub oksigen daşıyır. Bəli. B sinir hücrəsidir. Xeyr, bu spermatozoiddir. B hücrəsi fəal hərəkətlidir. Bəli. A, B, F. A, B, F. A, B, F. A, B, F yoxdur. A, B, D, F var. Hə, A, B, D, F. Bəli, cavab A variantıdır. Sonra 17-ci sualımız yanlış fikri bizdən istəyir. Deməli, birinci dişicikli çiçəkdir, ikinci erkəkcikli çiçəkdir, üçüncü fermafrodit çiçəkdir. X eyni bir bitki üzərində həm mayalanma prosesi, həm də tozcuq dənəsinin əmələ gəlməsi baş verir. Elə bu yanlışdır. Çünki eyni bir bitki üzərində, yəni biri ayrıdır, biri ayrıdır. Yəqin ki, budur yanlış. Digərlərinə də baxaq. X ayrı cinsli çiçəklərdir. Bəli. Y çiçəyi üzərində həm tozlanma prosesi, həm də tozcuq dənəsinin əmələ gəlməsi baş verə bilər. Bəli. X-də eyni bir çiçək üzərində tozlanma prosesi və tozcuq dənəsinin əmələ gəlməsinə rast gəlmək olmaz. Bu da doğrudur. A variantı olar. Cavabımızın cavabı. 18. Hansı strukturlarda yerləşən hücrələr gələcək cinsi hücrələrə başlanğıc verir? Deməli, hansı strukturlarda yerləşən hücrələr gələcək cinsi hücrələrə başlanğıc verir? Biri tozluqdur, biri də yumurtalıqdır. 2 ilə 4, yəni C variantı olacaq doğru cavab. Sonra 19. Müvafiq olaraq düzgün və yanlış fikirləri işarələyin. Deməli, 1. Əsas kök rişem kökçüyündən inkişaf edir. 1 doğrudur. 1-in doğru olduğu 3 dənə variant var. Ona görə B-ni silirik. Sağ olun. Sağ ol. 2. Soğan və sarımsaqda əsas kök yaxşı inkişaf etmişdir. Xeyr, çünki bunlarda saçaqlı kök sistemidir. 2 yanlışdır. 2 yanlış olan, məsələn, D variantında 2-yə doğru götürüb D-ni də silirik. Qalır A və C arasında. 3. İnci çiçəyinin torpaqda yerləşən bütün orqanları kökləridir. İnci çiçəyi, xeyr, çünki kökümüzü o əmələ gətirir. Gövdə də torpağın altında ola bilir. Buna görə 3 yanlışdır. Hər ikisində 3 yanlış olduğuna görə hələ ki A və C arasında qalırıq. 4. Tumurcuqlar xaricdən pulcuqlarla örtülmüşdür. Bu doğrudur. 4-ə plus olmalıdır. Hər ikisində plusdur. Sonra 5 çiçək bitkilərin generativ orqanlarından biridir. Bu da doğrudur. 5-ə plus olmalıdır. 6. Əlavə köklər həm bitkinin gövdəsində, həm də yarpaqlarında yarana bilər. Gövdə və yarpaq üzərində, bəli, yarana bilər. 6 da doğrudur. 7. 7-də artıq cavabı seçəcəyik yəqin ki, çünki birində doğru, birində yanlış götürülüb. Yarpağın gövdəyə birləşdiyi isə buğum adlanır. Buğum arası deyil. Yəni 7-yə minus olmalıdır. Ona görə C variantı olur doğru cavabımız. Davam edirik növbəti sualla. Yəni 20-ci sual. Yanlış fikri müəyyən edin. Deməli, A-da paralel damarlanmadır, B-də torbarı damarlanmadır. A damarlarının forması buğda qalmış kimi bitkilərin yarpaqlarına müşahidə olunur, doğrudur. B damarlanma forması çinar, üzüm, palıd kimi bitkilərin
yarpaqlarında müşahidə olunur, ola bilər, doğrudur. A damarlanma formasında iri damarlar yarpaq ayasında bir-birinə paralel yerləşir, bu da doğrudur. B damarlanma forması qarğıdalı soğan kimi bitkilərdə olur, xeyr. Bu yanlışdır. D variantı olur doğru cavabımız. Şəkildə orqanizmin hansı təşkil səviyyəsi əks olunmuşdur? Toxumadır bu. E, deməli, epiteli toxumasıdır. Ona görə C variantı olacaq. Doğru cavab. 22. Yarpaq şəklini dəyişərək bığcığa çevrilmişdir. Bu, üzümdə gövdə şəklini dəyişir, bığcığa çevrilir. Lobyada yoxdur, noxud olacaq doğru cavab. D variantı. 23. Uyğunsuzluğu müəyyən edin. A. Kök sistemində toxumdan inkişaf edən kök olmaya bilər. Kök sistemində toxumdan inkişaf edən kök olmaya bilər. Xeyr. Çünki A. Mil kök sistemidir. Mütləq toxumdan inkişaf edən kök olmalıdır. Elə budur da. Cavab A variantı olar. İndi digər variantlara da baxaq. B. Kök sistemində toxumdan inkişaf edən kök növü aydın nəzərə çarpılır. Bəli. A. Kök sistemində əsas kök aydın seçilir. Bəli. A. Kök sisteminin yaxşı inkişaf etmiş əsas kökü və yan kökləri var. Bəli. 24-cü sual. Deməli, mikroskopun optik hissəsini hansı rəqəmlərlə göstərmişdir? Optik hissə, yəni bölücü şüşələr olan hissə deməkdir. Biri 1-dir, biri də 3-dür. A variantı olacaq doğru cavab. 25-ci sualımız. Düzgün fikri seçin. Heyvan hüceyrəsindən fərqli olaraq bakteriya hüceyrəsində olur. Deməli, bu hüceyrə divarıdır. Heyvan hüceyrəsində yoxdur, bakteriya hüceyrəsində var. Hələ hesabla gör, neçə düz, neçə səhv var. Asmin, Benim say yaxşı. benim ümumilikdə 2 dənə mi? 2 dənə hansı suallardır? Benim 19'du. Başqa? Bir dənə 15. 15, 19. Baxaq görək. 19. Yəni düzdür, quruluş cəhətdən biraz çətin görsənə bilər, amma məncə çətin deyil. Yəni keçdiyimiz mövzulara aiddir. 15. Hə, 15 də keçdiyimiz mövzuya aiddir. Çalış, yəni bu 1-2 dənəni də aradan qaldır. Yaxşı, hə, bugünlük bu qədər. Üzrlü hesab elə, əslində fikrim var idi, bir neçə sınaq yoxlayaq, amma biraz qrip olmuşam. Hə, ona görə Alışa versin. sağ ol, çox sağ ol. Sabah hazırda görüm yaxşı olsam, yenə əlaqə saxlayarıq, amma göndərərəm, sənin üçün test göndərərəm. Səhv eləmirəmsə, təbii testlər qutarıb. Ola bilər indi yenə köhnə illərin testlərindən əgər olsa göndərərəm. Yəni dərsimizə mövzulara aid olanlarını seçib işləyərsən, hansılarını Evet. keçməmiş olsan saxlayarsın. Tamam, bugünlük bu qədər. İnşallah görüşək. Sağ olun. Hə, sağ ol.